müqəddəs Məkkə torpaqlarından salamlayıram və buradan sizə Ramazan ayında oxuya biləcəyiniz din nəşriyyatına məxsus kitablarımızı göstərmək istəyirəm. Hətta Ramazan bayramı günündə də siz hədiyyə edə biləcəyiniz kitablar vardır ki, həm uşaqlara toplu şəkildə hədiyyə edə bilərsiniz, həm də böyüklərə hədiyyə edə bilərsiniz. Bu kitabları mənə verməkdə Həmzədən kömək istəyəcəm. Oğlum, gətir mənə baxım, kitablarımız hansı kitablardır? Dualar və Zikirlər kitabı. Bu kitab bizə nəyi öyrədəcək? Ramazanın son 10 günündə, Qədr gecəsində hansı əməlləri edə bilər böyüklər də, uşaqlar da. Ramazan gündəliyim, hər gün edəcəyiniz əməllər burada vardır ki, Ramazan boyamaları ilə siz bayram günü də məktəbdə şagirdləri sevindirə bilərsiniz. Eyni zamanda Quran oxumağı bilənlər, Ramazan ayı Quran ayıdır. Quran hüsnü xəttdə deməli ayələri yazaraq çox gözəl, rahat şəkildə əzbərləyə bilərsiniz. Həmçinin Ramazan bayramını necə qeyd edə bilərik və Quran hekayələridir. Əshab-ı Kəhf, burada var Musa və Xızırın hekayəsi və həmçinin Əshab-ı Uxdud həm rus, həm də Azərbaycan dilində varınıza hədiyyə edə bilərsiniz.